Ağaçları belə olmaz. Yox, ağaç biz kəsmirik. Dibindən kəsmirik. Birini kəsdirə sən də. Yox, bu ağac 5 il, 10 il bu boyda uzun olur. Bunu niyə kəsirsən? Ağacı bax gör hardan Ya yığışdı bu duruşmanın zadını. Ya yığışdı bunu. Ya yığışdı xal, bunu götür apar buradan. Dibindən kəsdirə sən də. Bax o ağaca gəl, bax o kəsdin ağaca bax, bir bərdur ona bax, gör onu hardan kəsirsən, onu berezini dibdən kəsərsən. Mən dünən də gəldim buraları fırlandı. Bura, bu torpaqlar, bu kanalın 30 metr düz ortasından o tarafa bu tərəfə. Dövlətin torpağıdır. Dağardır. Bax, bu ağaçları çəkməkdə məqsədim odur ki, bəyəxlarım gəldi üstünə çıxdıq. Azagro MMC-nin əməkdaşı taxılçılığın Hindar qəsəbəsində yerləşən Qasımov Azər Qasımoğlu ayrı vaxtı deyir ki, mən bu şirkətin işçisi deyiləm. Halbuki çəkmişəm, ağacı da çəkdilər, bəyək da texnikanı da çəkmişəm. Ağacı darıyıb, yığıblar, bax bura. Bax, bunlar ağaçları qırıblar kütləvi şəkildə. Qara ağaçdır, Xançinarda var idi ayında. Onunla qırıb çıxardıb, aparıb neyiniblərsə eləyiblər. İndi çəkəcəm, oranı da göstərəcəm. Növbəti videoda gedirəm oranla çıxmış ağaçları çəkəcəm. Mən olmasam, bax, bir belə yaşıllığın hamısı məhv edəcək. Bax, Azagro MMC taxılçılıq, bax, buraların hamısı ağaçlar idi. Xançinarda vardı, Qarağaçda var idi, çəkil ağacı da vardı. Baxın, hamısını çıxardıb, yalandan bir-ikisini burada saxlayıblar, yarar sala salıb özlərinə su çəkirlər. Bax, baxın ay hökumətim, ay dövlətim, görün. Dəymi. Nikəssən bunlar? Nikəssən? Ha? Yolun başını gətirəcəm. Orada bir elə yol var. Ağaca əmsən, niyə kəssən onu? Kim deyib sağ onu ki? Bunlar nikəs. Sağ kim deyib ki, o ağacı kəsirsən? Yolu. Bunun başına gəlib gedəm. Sən deyəm, onun yola çıxan hissələrin artıyır. Bu yaşıl ağac. Ya bunu bilmirəm. Yaşıl ağac, niyə boş etsin? Oradan yamaç gəldi. Yamaç. Cəmə, yox, bunu ekologiyaya göndərəcəm. Yox, qardaş, niyə kəsirlər ağacı? Bu şirkət mükandı xaraba qoyur. Niyə kəsirlər də, niyə? Ona dövlətin torpağıdır, o ona mən bir söz deyə bilmərəm. Oradan ağac çəkir, oradan eləməyir. Ağaçların hamısını kəsib, hamısı, buraların hamısı yaşıllıq idi. Gözəl təbiəti vardı, ağaçları var idi. Hamısını agrometri çəkib özünü axar aparıb. Yerləri zaten qaşıqdı, bu ağaçların hamısını bura qismən meşə demək olardı da bura. Bax, burada da ağaçların kolları var. Qoy göstərəcəm indi yaxından.